Əziz izləyicilərimiz, biz yenə 6 dekabr 2025-ci il tarixdə gözəl rayonlarımızdan biri olan Ağdaş rayonu Xosrov kəndində gözəl bir müəllimin evində qonağıq. Müəllim, xoş gördük. Çox sağ olun, xoş gəlmisiniz. Həmişə belə görüşlərdə olaq. Çox sağ olun. Müəllim, ömrünüzün neçə ilini müəllim üçün fəaliyyət göstərirsiniz? Demək olar ki, 32 ilini. Maşallah. Və hal-hazırda Xosrov kəndində Hal-hazırda İlqar Ələsgərov adına Xosrov kənd orta məktəbində dil ədəbiyyat müəllimi işləyirəm. Çox gözəl. Müəllim, bizim üçün bütün müəllimlərimiz əzizdir, eynilə siz. Həm də müəllimlərimiz əziyyət çəkirlər və müəllim əməyi heç bir zaman unudulmur. Müəllim əməyi həm çətindir, həm də şərəfli peşədir. Və dil ədəbiyyat müəllimləri də bizim dahi şəxsiyyətlərimizi bizə tanıdırsınız və Azərbaycan dilinin qrammatikasında bizim kimi şagirdlərə öyrədirsiniz. Əlbəttə ki, çox sağ olun, təşəkkür edirik. Bütün müəllimlərə minnətdarıq, sizə də. Böyük fədakarlıqlar edirsiniz, şagirdlərə elm öyrədirsiniz. Bəs müəllim, bu illərdə sizin hansı uğurlu nailiyyətləriniz olub? Bizim əsas uğurlarımız uşaqlardır da, şagirdlərimizdir. Şagirdlərimizin yüksək nailiyyətləri bizim üçün də uğurdur. Məktəbimizin çox məzunları demək olar ki, ali məktəb ocaqlarında təhsil alır. Onlar da bizim sevincimizdir, fəxrimizdir. Biz onlarla fəxr edirik. Çox gözəl. Mən də fürsətdən istifadə edib bütün müəllimləri, o cümlədən də Xosrov kənd orta məktəbinin bütün müəllim kollektivini buradan salamlayıram. Çox sağ olun. Onların işlərinə uğurlu nailiyyətlər arzu edirəm. Çox sağ olun. Mənim sizin həyat yoldaşınız Tanış olun. Abdullah Elxan Şahiyoğlu. Bax, müəllim kimi gözəl müəllimdir. Yəqin ki, ana kimi də gözəl anadır. Bəs həyat yoldaşımı necə həyat yoldaşıdır? Yəni, biz necə deyik, insan öz yaxını haqqında danışanda bir çətinlik çəkir. Tərəddüd edir. Tərəddüd edir ona görə ki, istəmirəm ki, nəyəcə qırağa çıxım. Yəni, mən arzu edirəm ki, hər bir bəylərimizə mənim həyat yoldaşım kimi o xasiyyətlər xanım və nəsib olsun. Çox gözəl. Bu söz yəni bəs eləyir. Və sizin neçə övladınız var müəllim? 4 övladım var, 3 qız, 1 oğlan. Hamısı təhsil alıb. Qızların ikisi oğlum da işləyir. Qızımın biri işləmir. Çox gözəl. Övladlarınız da sağ olsunlar ki, sizin əməyinizi yerə vurmurdular və şükürlər olsun ki, hər hansı bir peşənin sahibi olublar. Neçə nəvəniz var müəllim? 7 nəvəm var. Maşallah olsun. Bəs nəticəniz necə? Yox. Allah qoysa inşallah müəllim, Allah sizə ömür versin, can sağlığı versin və sizin nəticəniz də, köçəniz də olsun. Sizə uzun ömür, can sağlığı arzu edirəm və arzu edirəm ki, sizin gözəl bu təravətiniz heç bir zaman solmasın. Evinizə gözəl işlərə, xeyir işlərə gələk. Və Çağdaş Təhsil komandasının rəhbərliyi adından sizə uğurlu nailiyyətlər arzu edirik. İşlərinizdə də müvəffəqiyyətlər arzu edirik və arzu edirəm ki, sizin hər zaman gözəl uğurlarınız olsun. Gələk mətbuat olaraq sizi seçək, işıqlandıraq. Çox sağ olun. Bəli, bizim üçün də çox böyük sevincdir sizlə görüşmək. Arzu edərəm ki, belə görüşlər çox olsun. Bu bizim özümüzə də elə bir böyük sevinç gətirir. Biz istərik ki, həqiqətən dövlətimiz, bütün xalq müəllimlərə hər yerdə yüksək qiymət verir. Belə bir gündə bizi saydığınıza görə çox sağ olun. Çağırış təhsilə də öz minnətdarlığımızı bildiririk. Əziyyət çəkib gəlmişsiniz. Çox təşəkkür edirik. Sağ olun, minnətdarım. Çox sağ olun.